Dəyərli izləyicilərimiz, təhsil rubrikasındayıq və bugün biz sizlərə yenə də keçən verilişlərimizdə olduğu kimi qonağımız Kainat Tədris Mərkəzindən dəvət olmuş Nərminə xanımı təqdim edirik. Nərminə xanım, buyurun, gəlin zəhmət olmasa. Hoş geldiniz. Hoş gəldiniz. Buyurun, əyləşin. Necəsiz Nərminə xanım? İşləriniz necədir? Siz necəsiniz? Yaxşı, Həmişəki kimi çox gözəlsiniz. Gözəl geyinmisiniz. Necədir vəziyyət? Nə irəliləyişləriniz var? Kainatda nə var, nə yox? Hər bir şey çox yaxşıdır. Təbii ki, keçən dəfəki efirimizdən sonra da xeyli müraciət edənlər oldu. Gələnlər, açıq dərslərimizə gələnlər də oldu. Və uşaqların dediyim kimi açıq dərslərimizdəki uşaqların səviyyəsini, zehni zəkalarını yoxlanması ilə əlaqədar müraciət edən valideynlər oldu və hər bir valideyn də təbii ki məmnun oldular və qeydiyyatdan da keçirib hal-hazırda həmin uşaqlar artıq dərslərdə iştirak edir. Açıq dərslər davam eləyirmi? Bəli, açıq dərslərimiz davam eləyir. Növbəti həftədə artıq açıq dərslərimiz olacaq. Mən onu da elan edeyim ki, artıq həftənin birinci günü saat 16:00-da hər bir valideyn öz uşağını götürüb açıq dərslərimizə gələ bilər. Yenə də. Aha. Bax, Nərminə xanım, biz hər verilişimizdə ümumiyyətlə sizin tədris sisteminizdən danışırıq, amma təbii ki, bizə yeni qoşulan tamaşaçılar var. Yəni, bizi keçən həftə izləməyib, bu həftə izləyənlərimiz var. Biz hər verilişlərimizdə danışırıq sizin təhsil sisteminizdən və bizi yeni izləyən izləyicilərimiz var. Onlara da maraqlıdır ki, mental hesablama nədir? Mental hesablama, Kainat Mental, bir daha deyim ki, Zigem şirkəti ilə əməkdaşlıq edir. Bizim proqramın əsas məqsədi uşaqların zehnini inkişaf elətdirməkdir. 5-12 yaş uşaqlar üçün nəzərdə tutulmuş bir proqramdır. Bu proqramı keçən uşaqlar müxtəlif hesablamaları, toplama, çıxma, vurma, bölmə əməliyyatlarını özləri öz zəkalarının gücünə edirlər. Yəni elə valideynlər də var ki, yəni özləri də bilirlər ki, hətta 4-5-6 yaşında uşaqlar sadə saymaqları bilmirlər və yaxud sadə toplama, çıxmanı bilmirlər. Amma bizim proqramda keçən uşaqlar, bizim kursda dərs alan uşaqlar artıq bir rəqəmli, hətta elə uşaqlar var ki, artıq bu proqramı 2 rəqəmli, 3 rəqəmləri belə heç bir əziyyət çəkmədən çox sərbəst zəkalarının gücünü artıq o əməliyyatları yerinə yetirə bilirlər. Belə deyirlər ki, sol beyin kürəci daha yaxşı inkişaf eləyir sağdan. Bunu bir izah edərsiniz, nə deməkdir? Proqramın əsas məqsədi ümumiyyətlə uşağın konsentrasiyanın güclənməsi və beyin kürəciklərinin inkişafıdır. Sağ beyin kürəci rəsm, şeir yazma ilə əlaqədardır, amma sol beyin kürəci daha məntiqli və analitik qabiliyyətlərə malikdir. Yəni elə insanlar var ki, yəni özünüz də yəqin ki bilirsiniz, elə insanlar var, onlar gözəl rəsm çəkirlər, şeir yazırlar, amma hər hansı bir əməliyyatlarımı, toplama, çıxmalarda çətinlik çəkirlər. Və yaxud da ki, insanlar var ki, onlar hər hansı bir çətin bir məsələni tez bir zamanda həll yolunu tapılır, amma şeir, rəsmlə belə araları yoxdur da, belə deyək. Yəni, bu artıq insanların beyin kürəciklərinin inkişafı ilə əlaqədardır. Sağ beyin kürəciyi məlumatı alır, artıq o məlumatı paylamaq, məntiqlə, analitik idarə etmək artıq sol beyin kürəciyin üzərinə düşür. Ona görə burada əsas məqsəd uşaqların beyin kürəciklərini inkişaf elətdirmək və xüsusən də sol beyin kürəciyin inkişafına yönəlir. Nərminə xanım, dərslər hansı metodla keçirilir və hansı metodlardan istifadə olunur sizin dərslərinizdə? Neçə aylıq bir proqramdır ki, uşaq bu proqramı tam qavrasın? Dərslərimiz həftədə 2 dəfə 2 saat olmaqla keçirilir. Sadəcə elə uşaqlar olur ki, məsələn, proqramı çatdırmayanda biz onlara özümüz əlavə dərslər təyin edirik. Yəni, uşaq həmin o əlavə dərslərində valideyn gətirir ki, həmin proqramı öz qrup yoldaşlarından, qrupdakı uşaqlardan geri qalmamaq üçün. 20 aylıq bir proqramdır. 10 ayını toplama, çıxma keçir, 10 ayını vurma, bölmə. Və hər mərhələləri keçəndən sonra uşağa sertifikat verilir. Yenə dedim, həftədə 2 dəfə 2 saat olmaqla qrup halında keçirilir, əyləncəli bir metodla keçirilir. Və izləyicilərimiz içərisində təbii ki, müxtəlif istiqamətlərdə yaşayanlar var. Şöbələrimiz haqqında. Şöbələrimiz, baş şöbəmiz Nərimanov rayonu Life Center Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Lökbatan şöbəmiz, Sahil qəsəbəsi, Zakatala hətta rayonlar, bəli regionlarda, Zakatalada, Səlyanda,
sahil qəsəbəsində yenə də deyirəm, yəni ki, şöbələrimiz fəaliyyət göstərir. Bir sualım var. Bunu məsələn 12 yaşdan sonra, yəni bitirirsən də artıq bu kursları. Bu yadda qalır, yoxsa müəyyən bir müddətdən sonra yaddan çıxır, yalnız o inkişaf mərhələsi üçündür. Yoxsa məsələn 30 yaşında, 35 yaşda da sən çox rahatlıqla yəni yadıva salıb hesablaya bilərsən. Aha, bu 5-12 yaşda dediyimiz kimi insan beyni, uşaqların beyni belə təmiz olur da, ağ kağız kimidir. Və bu proqram vasitəsilə bildiyimiz kimi onu öncədən deyim ki, yəni bu riyaziyyatçılardır, vəkillərdir, mühasiblərdir, onlarda sol beyin kürəciyi daha yaxşı inkişaf etmiş olur. Yəni bu proqram vasitəsilə bu 5-12 yaş arasında biz o prosesi uşaqlarda aparırıq. Yəni o beyin kürəciyini inkişaf elətdiririk. Təbii ki, əgər o inkişaf eləyibsə artıq, o artıq onlara ömürlükdür. Bəli, bəli. Yəni o proqram vasitəsilə də hətta evdə, yəni məktəb dərslərində də ev tapşırıqlarını artıq uşaqlar sərbəst eləyir, diqqətlərini cəmləyirlər, artıq özləri heç kəsdən kömək istəmirlər, oturub tam sərbəst eləyirlər. Elza xanım nəsə sualı var. Mən istəyirdim elə qoşulsun. Məktəbin açılışında deyəsiniz olmuşdu, Nərmanov tərəfdə yerləşən, bilmirəm, açılışı olmuşdu. Çoxlu, bəlkə də başqa, o da mental bir məktəb idi. Barmaqları ilə tez bir zamanda, yəni böyük rəqəmləri ən qısa zamanda hesablayırlar. Maraqlıdır. Ümumiyyətlə, baxın Nərminə xanım, elə bir insan var ki, istəyir bu təlimlərə deyək də, bu tədris sisteminə böyük yaşlarda qoşulsun. Bu mümkündürmü? Xeyr. Yəni mən öyrənə bilmərəm. Məsələn, 25 yaşım var. Xeyr. Biz yəni o şanslı insanlardan deyilik. Bir şey deyim də, mənim sol beynimin sol hissəsini mən bundan sonra inkişaf elətdirə bilmərəm. Xeyr, bu məhz 12 yaşa qədərdir. Çünki 12 yaşdan sonra, yəni ki, təcrübələr göstərir ki, müraciət eləyən belə uşaqlardan həmin nəticə alınmır, nəinki 5-6 yaşında uşaqlardan. Ona görə də valideynlərimizə səslənirik buradan. Çünki həqiqətən indiki uşaqlar söz nəsli mənasında wunderkiddirlər. Çox belə dünya görüşləri zəngindir, informasiya vasitələri boldur onların. Amma bunu biraz da inkişaf etdirək. Uşaqlarınızın gələcəyinizin parlaq, peşəkar insanlar olmasını istəyirsinizsə, mütləq Kainat Tədris Mərkəzinə müraciət edin. Bu uşaqlarda necə yanaşmaq lazımdır? Yoxsa tamamilə bağçadan çıxardıb, yalnız ev və bu mərkəz arasında qalmaq lazımdır? Yox, yəni bizə bağçaya gedən uşaqlar da gəlirlər. Yəni artıq valideynlə biz cədvəli müəyyən eləyirik. Təbii ki, uşaq bağçaya gedir. Hansı günlər boş olursa mərkəzə gəlsin. Məktəbə gedən uşaqlar məktəbdən sonra biraz dincəlsinlər, sonra mərkəzə gəlsinlər, söyləyirik. Amma yəni o elə bir, belə deyim, yorucu bir proqram deyil. Burada əyləncəli metodla aparıldığından onu, hətta uşaqlar oynaya-oynaya, elə uşaqlar var ki, məsələn 5 yaşı var, bir yerdə otura bilmir. Yəni biz o uşaqlara tam sərbəstlik veririk. Uşaq bəli, otura bilmirsə, o gəzə də bilər. Amma yenə də biz ona oynaya-oynaya belə öz proqramımızı öyrədirik. Yəni uşaq düşünür ki, oynayır, amma əslində o proqramı qavrayır, öyrənir. Elza xanım da körpə balaları olub, böyüyüb, artıq onları, belə deyək, ailə həyatı qurublar, evləniblər. Qızınız deyəsən, ailə qurmayıbdır, quracaq. Eləmi? Allahın köməklə. Ay, nə gözəl. Toyunda bizi unutmayın. Yaxşı mı? Gələk, qəşəng iştirak eləyək. Amma Elza xanım da bir anadır. Mən inanıram ki, o da bu prosesləri keçib. Necə ki, mən indi oğlumu oturub, məktəbdə verilən hansısa bir, bağçada verilən hansısa bir dərsi elətdirə bilmirəm. Ona görə də Nərminə xanımın dediyi kimi mütləq şəkildə uşaqlara hansısa bir təlim, tədris prosesində oyna, əylən və öyrən sistemini tətbiq edin. Çünki bu artıq uşağa maraqlı bir proses kimi gələcək və ondan qaçmayacaq, uzaqlaşmayacaq. Yəni, uşaqlar yenə dedim, çox həvəslə gəlirlər. Nə qədər əlavə dərsdə təyin eləsək, havadan asılı olmayaraq gəlirlər. Gəlirlər, hətta vaxt artıq sona yaxınlaşır, artıq gedirik. Yəni, elə də bir şey də soruşum, bu proqram həyatda da qərar verməkdə kömək eləyir hər hansı bir qərarda. Özünə inam artırır uşaqlarda. Belə, bax, indi deyirik ki, sağ beyin kürəciyi informasiyanı qəbul edir. Həmin o informasiyanı uşaqda özünə inam olmalıdır ki, o artıq o informasiya paylaşa bilsin, analiz eləyə bilsin. Yəni, bütün bu proqram hər bir şey kimi diqqəti artırır, konsentrasiyanı gücləndirir, özünə inam hissini artırır.
Bütün bunlara Nərmin kömək xanım, edir. biz açıq dərs sözünü çox işlədirik. Gəlin biraz bu açıq dərs sözünü primitiv variantda biz tamaşaçılarımıza izah edək ki, bu açıq dərs proseslərində nə baş verir və onun bizim uşaqlarımıza və valideynlərə faydası nədir? Açıq dərs həftənin birinci günü 16:00-da keçiriləcək. Bunun mahiyyəti nədir? Yəni valideynlərə çox maraqlıdır. Kursa gələn valideynlər həmişə deyir ki, olarmı ilk dərsdə baxaq, oturaq, görək, yəni bu dərsin məqsədi nədir? Uşaq nədən istifadə eləyir, hansı materiallardan yəni istifadə edirsiniz? Bütün bunları biz bir açıq dərs elan elədik və zehni inkişaf bir proqramı olduğundan bizim özümüzün yəni diqqət artıran, tanqram, sudoku deyilən testlərimiz var. Onların hamısını valideyn oturur, yanında evladı ilə həmin uşağı biz sorğu-sualdan keçirdirik, həmin testləri verir və artıq valideyn özü şahidi olur ki, o uşağın diqqəti nə dərəcədədir, konsentrasiyası nə qədərdir. Yəni hər bir şey valideyn görür. Son dərslərdən görüntülərimiz olur. Yəni uşaqlarımız hansı bacarığa malikdir. Bütün bunları valideynlərə və təbii ki, valideynlərin də sualları olur. Valideynlər də o suallarını verirlər, cavablandırır. Bir növ interaktiv görüş demək olar da buna. Deyərdim, açıq dərs bəzən uşaqları əlköynləşdirmir. Misal üçün, valideynləri gələndə əvvəlki zaman kimi deyil, əvvəllər valideyn icrası olanda uşaqlar daha sıxılırdılar, amma indi bir də görürsünüz ki, uşaqlar müəllimlərdən çəkinirlər, amma valideynlərdə görəndə əlköynlük edirlər. Belə CD şəklində olsa daha gözəl olardı. Yəni açıq dərsi CD şəklinə çəkirsiniz və onu valideynlərinə yollayırsınız. Valideynlər də ona evdə baxırlar. Yəni istər-istəməz mənə elə gəlir ki, dərsdə valideyn oturanda açıq dərs deyibən, müəllim də həyəcanlı olur, uşaqlar da başqa cür olurlar. O bizdə bilirsiniz. İstədiyiniz kimi dərsinizi keçə bilməzsiniz. O dərs deyil, o sadəcə bir tanışlıqdır. Yəni valideyn gəlir uşağı ilə, biz sadəcə tanış oluruq uşağını, yəni uşağa sərbəstlik verilir, dərs kimi deyil. Amma dərs zamanı biz valideyni qoymuruq sinifdə oturmağa. Çünki uşaq sərbəst ola bilmir. Çünki uşaq sıxılır. Uşaq indi nəyisə unuda bilər, nəyisə bilir. O zaman valideyn artıq reaksiya verir. Yəni ona görə artıq uşaqlar da hiss eləyirik ki, sıxılırlar. Ona görə yəni ki, valideyn oturmağa ehtiyac yoxdur. Valideyn uşağının dərsdə nə keçdiyini, nə öyrəndiyini artıq evdə o dediyimiz, o diqqət, konsentrasiya, bütün onları ev tapşırığını eləməklə artıq görür. Bir də ki, sistem onlayn olduğundan hər bir uşağın özünün şifrəsi və parol olur. Yəni hər bir valideyn bəli, izləyə bilər ki, uşağı necə eləyib, neçə çalışmadan, neçəsini düz eləyib, neçəsini səhv eləyib. Onu valideyn görür. Çox gözəl, Nəmnə xanım, təşəkkür edirik sizə, uğurlar arzuluyuruq və inanırıq ki, sizin Kainat Tədris Mərkəzi bizim cəmiyyətimiz üçün, gələcəyimiz üçün çox yararlı, peşəkar mütəxəssislər yetişdirəcək və hər zaman sizi studiyamıza görməyə şadıq. Təşəkkür. Elza xanım, necə keçdi vaxtımız? Gözəldən maraqlı, Nərmin xanım